Abituriyentlər həmişə məndən soruşurlar ki, müəllim, bu blok imtahanında fizikadan suallar çətin düşür, yoxsa asan düşür və yaxud da bu il necə düşəcək? Təbii ki, mən həmişə onlara eyni cavab verirəm. Oxuyan uşaqlar, qaydanı yaxşı öyrənən uşaqlar, test toplusundakı sualların həllini bilən uşaqlar, yaza bilən uşaqlar üçün suallar təbii ki, çox rahat olur. Onlar rahat şəkildə yaza bilirlər. Və onlardan mən istəyirəm ki, bu günlərim qəbul imtahanında düşən suallardan bir neçə dənəsini izah edeyim. 2025-ci ildə mexaniki rəqslər bölməsindən belə bir sual düşmüşdü. Sualda deyilir ki, koordinatın zamandan asılı qrafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini tapın. P-ni də veribdi 3. Bu mexaniki rəqslər bölməsindən orta tipli bir sualdır. Yəni çətin də deyil, asan da deyil, orta tipli bir sualdır. Biz təcilin amplitud qiymətini axtarırıq. Ümumiyyətlə bu tip suallarda qrafikin üstündən nə isə götürmək olar. Qrafikin üstündən nəyi götürəcəyik? X oxun üstündəki bu ifadə, bu qiymət bizə amplitudu göstərir, XM-i göstərir. Zaman oxun üzərindəki qiymətlərdən isə biz periodu təyin edirik. Periodu təyin edəndə 4 amplitud sayırıq. 1 amplitud, 2, 3, 4. Çünki 4 amplitud 1 perioddur. Periodumuz da nə qədərdir? 4 saniyədir. Biz AM-i axtarırıq. AM bərabərdir omega kvadratı xm düsturunu mən tətbiq eləmək istəyirəm. Buradan AM bərabərdir. Omeganı qıraqda tapmaq lazımdır. Omega bərabərdir 2 pi böl t düsturumuz var. 2, pi'miz 3, t'miz 4. Bu da eləyir 3 böl 2. Mən belə saxlayıram. Həmən omeganın 3 böl 2 ifadəsinin qiymətini gətirib burada yerinə yazacaq. 3 böl 2-nin kvadratı olacaq 9 böl 4. Vur. XM-i də buradan götürürük. Eləyir 0.8. Bunlar da ixtisar eləsək 0.2. 9 vur 0.2 eləyərinə 1.8 metr böl saniyə kvadrat. İndi gördüyünüz kimi həqiqətən də çox da çətin sual deyil. Normal, orta tipli bir sualdır.